Deməli, bir hörmətli izləyicimiz yazır. Doktor, qarşı tərəf narsist insandır, amma boşanmaq deyəndə qışqırıb, söyürsə, söhbəti davaya çevirirsə, nə etmək lazımdır? Bu artıq kriminaldır, cinayət tərkibi var bu işdə. Belə bir durumda sözsüz ki, hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır. Adətən narsistdən boşana bilməmək, yəni statistikaya əsasən daha çox hallarda narsistin özü ilə yox, narsistin qurbanına çevrilmiş qadının öz güvənsizliyi ilə, öz dəyərsizliyi ilə, gələcəyə dair yaxşı bir şeylər görə bilməməsi ilə, bir sözlə tək qalmaq qorxusu ilə, o cümlədən, yəni öz həyatının məsuliyyətini özü almaq qorxusu ilə üzləşmək istəmədiyi üçün əslində boşanmaq istəmir. Bunu da bəhanə eləyir ki, mən boşanmaq istəyirəm, amma o istəmir. O istəmir deyə belə bir şey yoxdur. Məhkəməyə ərizə veriləndə qarşı tərəf 2 dəfə, 3 dəfə məhkəməyə gəlməsə, avtomatik olaraq boşanma həyata keçir. Burada sadəcə özünüzlə gərək dürüst olasınız. Düşünəsiniz ki, mən boşanmağa, şəxsən mənim özüm boşanmağa nə dərəcədə hazıram? Bu birinci sual. İkinci sual. Mən əgər boşansam narsistdən, ən pis variantda nələr baş verə bilər? Üçüncü sual. Əgər mən narsistdən boşansam, təbii ki, mən bir bədəl ödəməli olacam. Yəni, istənilən halda insan bədən ödəyir. Hətta negativ bir şey getdikdən sonra orada bir boşluq yaranır. İnsan itki ilə qarşılaşır, insan depressiyaya düşür, insanın dopamini aşağı düşməyə başlayır. İnsan bir müddət yas dövrünü yaşayır, hətta o negativ bir şey olsa belə. Və insan özünə bu sualı verməlidir ki, mən hazırammı? Yəni, bu durumları, yas dövrünü yaşamağa, boşanmadan sonra olan negativ duyğuları yaşamağa mən hazırammı? Özümü hazır hiss edirəmmi? Və ondan sonra bərpa üçün ilk addım olaraq nələr edəcəm? Kimlərdən yardım istəyəcəm? Öz işimi necə quracam? Unutmaq lazım deyil ki, bir çox ailələrdə narsist kişi evin bütün finans problemlərini öz ətrafında toplayır. Yəni, finans məsələləri, yəni maddi məsələləri. Çox vaxt qadının da qoymur işləməyə, deyir ki, sənin işləməyə ehtiyacın yoxdur, ora-bura çıxmağa qoymur. Artıq xanım maddi cəhətdən tam olaraq narsistdən asılı vəziyyətə keçir. Belə olan durumda xanımın kiçik-kiçik, qəpik-qəpik də olsa pul yığması lazımdır. Bir sənət öyrənməsi lazımdır. Yeni bir hobbisinin olması lazımdır. Çünki finansal azadlıq əslində bu acgözlük deyil. Bu təhlükəsizlikdir. İşin bu yanlarına da diqqət yetirmək lazımdır. Başa düşürsünüzmü? Yəni, boşanan zaman zaten o demək deyil ki, hər şey super olacaq, hər şey əla olacaq, hər şey yaxşıdan da yaxşı olacaq. Elə bir şeyi mən demirəm bəzi mütəxəssislər kimi. Zaten hər iki halda da sən bədəl ödəyirsən. Evli qalanda sadəcə ödədiyin bədəllərin sayı boşanandan sonra ödəyəcəyin bədəllərin sayından daha ağırdır. Boşananda yenə müəyyən bir müddət bədəl ödəyəcəksən, sonra adaptasiya gedəcək. Əgər yox deyirsinizsə, uşaqlar var. Ümumiyyətlə, uşaqlar məsələsi bu valideyn kimliyinə aid olan məsələlərdir. Yəni, onun ər-arvad yaşantısı ilə, onun davranışı ilə bir əlaqəsi yoxdur. Bunu anlamaq lazımdır ki, valideynlər də boşananda onların ər-arvad olaraq funksiyası sona çatır. Yəni, ər-arvad olaraq artıq onlar bir-biri üçün heç kimdirlər. Amma valideyn olaraq uşaqların maraqlarını qorumağa, onları dəstəkləməyə hər zaman lazım olduğu müddətcə əlləri çörəyə çatana qədər, bəlkə də ömür boyu davam edəcək. Bunu anlamaq lazımdır. Yəni, ona görə uşaqları bəhanə eləmək lazım deyil. Uşaqların zaten o travmatik, narsistik ailədə qalması onların boşanmadan sonra yaranacaq travmalardan qat-qat ağır olur. Başa düşürsünüzmü? Yəni, insan təbiəti də belə qurulub ki, insan iki negativlə qarşılaşanda daha az negativ olanını qəbul edir. İndi seçim sizindir. Yəni, narsistik evlilikdə qalıb daha çox
bədəl ödəmək istəyirsiniz, yoxsa boşanıb nisbətən ona nisbətən az bədəl ödəmək istəyirsiniz? Başa düşürsünüzmü? Bəzən narsistlər müxtəlif şəkildə insanları manipulyasiya edir evlilikdə saxlamaq üçün. Evlilikdə saxlamağın səbəbi kontrolu əldən verməməkdir. Küsməklə saxlayır və yaxud da özünü qurban kimi göstərərək saxlayır. Ay özümü öldürəcəm, ay sənsiz ölərəm, yaşaya bilmərəm. Sən necə deyirlər, necə ola bilər ki, necə məni ata biləsən? Mən sənə görə bu qədər əziyyət çəkmişəm. İnsanda utanma və günahkarlıq duyğusu yaradaraq saxlayır və yaxud da səssiz qalaraq saxlayır və yaxud da triangulyasiya deyilən bir proses meydana gəlir ki, hansı ki, digər insanları narsist bu işə cəlb eləyir. Bütün qohumlarını sənin üzərinə qaldırır ki, əslində gör necə oğlandır bu, çörəyi qazanır, ailəsinə baxır. Narsist də bicdir. Öncədən bütün insanların arasını yaxşı elədiyinə görə və manipulyasiya onun həyat tərzi məhz olduğuna görə hər kəs ona inanır, sənə inanmır. Sən bu elə bir ki, sadə usta deyilsən. Ona görə bütün o insanların hamısını sənə qarşı yönəldir. Və heç bir insan da yaxın qohumların sənə inanmır, iş orasındadır ki, ona inanır. Düşünürlər ki, problem səndədir. Bütün bunları da nəzərə almaq lazımdır. Ona görə ən burada ağır manipulyasiya uşaqlarla olan manipulyasiyadır. Narsist kişi bir də görsən belə eləyir, boşanaq, bu uşaqlar yetim qalsın, elə deyilmi? Bu uşaqlar heç bir zaman səni bağışlamaz. Hər dəfə onu burada saxlamaq lazımdır. Saxlamaq lazımdır ki, demək lazımdır ki, bizim ər-arvad olaraq funksiyamız başa çatır. Bizim valideyn olaraq funksiyamız isə lazım olduğu müddətə qədər davam eləyəcək, uşaqların maraqlarını qoruyacaq və dəstəkləyəcək. Diqqətinizə görə minnətdaram. Sağ olun.